Mübahisələndirmə haqqında iddiada şəxs bu iddia vasitəsilə inzibati aktın ləğv olunması və dəyişdirilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Ümumiyyətcə, inzibati akt nədir? Bu məsələ ilə bağlı bu anlayış inzibati icraat haqqında Azərbaycan Respublikasının qanununda qeyd olunur. Yəni, inzibati akt inzibati orqan tərəfindən qəbul olunan və bu publik hüquq sahəsində olan və hər hansı bir nizamnamə məsələni nizama salmaq üçün və yaxud həll etmək üçün qəbul edilən və ünvanlandığı fiziki və hüquqi şəxslərə üçün müəyyən hüquqi nəticələr yaradan bu sərəncam ola bilər, qərar ola bilər və yaxud da digər növ hakimiyyət tədbiri ola bilər və inzibati aktın 3 növü fərqləndirilir inzibati icraat haqqında qanunda. Əlverişli